Həyat illüziyalardan ibarətdir, dəyərli dostlar. Əllərinə diqqətlə baxın. Bəzən bir şeyə o qədər sıx bağlanırsan ki, o şey yox olanda sən özün də yox olmuş kimi hiss edirsən. Ancaq məsələ orasındadır ki, o şey geri qayıda bilər. Bəs sən özün necə? Geri qayıdırsanmı? Bəzən insanın ətrafı böyüyür, amma daxili daralır. Status yüksəlir, pul çoxalır, təsir dairəsi genişlənir. Söz deməmiş diqqət mərkəzindəsən. Telefonun susmur, hörmət var, nüfuz var. Amma bir yerdən sonra qəribə bir hiss başlayır. Hamı yanımdadır, amma özümü yenə də tək hiss edirəm. Bu çoxlarının anlamadığı bir reallıqdır. Güc insanı yüksəldir, amma eyni zamanda onu izolyasiyada edə bilər. Professor Dacher Joseph Keltnerin tədqiqatları göstərdi ki, güc artdıqca insanın empati səviyyəsi azalır və sosial siqnalları oxuma qabiliyyəti zəifləyir. Buna power paradox deyilir. Yəni səni zirvəyə qaldıran sosial bacarıqlar zirvədə səni tək qoya bilər. Digər tərəfdən isə insanlar sənə artıq şəxsiyyət kimi yox, status kimi reaksiya verirlər. Tənqid və səmimiyyət azalır, xoşuna gələcək cavablar artır, münasibətlər filtrdən keçir. İnsanlar sənə qarşı daha ehtiyatlı davranırlar. Sənə həqiqəti yox, uyğun olanı deyirlər. O zaman bir sual yaranır. Onlar mənim özümü istəyirlər, yoxsa imkanlarımı? Philip Brickman'ın araşdırmaları göstərdi ki, çox böyük pullar qazanan insanlar uzun müddətli xoşbəxtlikdə ciddi artım yaşamırlar. Çünki məsələ pulda deyil, mənanın harda qurulmasındadır. Beyin yeni reallığa tez adaptasiya olur və status normallaşır. Əgər insan özünü statusla eyniləşdirərsə, status düşəndə özünü də düşmüş kimi hiss edər. Sistem nəzəriyyəsinə görə sistem daxilində bir alt sistem digər alt sistemlərə nisbətən böyüyəndə balans pozular. Əgər həyatında status sistemin mərkəzinə çevrilibsə, münasibət sistemi zəifləyəcək, çünki insan artıq rolu ilə yaşayır, özü ilə yox. Ona görə də ətrafın insanla dolu olur, sən özünü təcrid olunmuş hiss edirsən. Belə bir problemin həlli NAT vasitəsilə çox asandır. Səni sən edən mövqeyin deyil, səni sən edən dəyərlərin və münasibət qurma qabiliyyətindir. Fikirləriniz çox dəyərlidir.